ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله أما بعد. Tövhid kitabı şirkdən qorxu bölümündə qalmışıq və müəllif rahimehullah tövhidi gerçəkləşdirməyin, yəni kim tövhidi gerçəkləşdirərsə, doğruldarsa, sorğu-sualsız və əzabsız cənnətə girər bölümündən sonra şirkdən qorxu bölümünü gətirir. Yəni bu da onu bildirir ki, yəni kim tövhidi doğruldursa, şirkdən qorxmalıdır. Yəni tövhidi doğrultmağın əlamətlərindən biri də insanın şirkdən qorxmasıdır, narahat olması və arxain olmamasıdır. Və qısaca olaraq götürdük ki, insanın yəni bunun əsasən bu iki işlə olur. Birinci dua etməklə, yəni insan Allaha sığınmalıdır, duanı çoxaltmalıdır ki, şirkə düşməsin və hətta bilmədən düşdüyünə görə də bağışlanma diləməli. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm duanı öyrətmişdir. Allahümme inni a'udhu bikə ən uşrikə bikə və ənə a'ləm və əstəğfirukə limə lə a'ləm. Allahım, bilmədən sənə şərik qoşmaqdan sənə sığınıram və yəni bilərəkdən sənə şərik qoşmaqdan sənə sığınıram və bilmədən etdiyimə görə də səndən bağışlanma diləyirəm. Və ikinci isə yəni insanın şirkin həqiqətini, mahiyyətini bilməsidir. Yəni ondan çəkinməsi üçün gərək şirkin nə olduğunu bilməlidir ki, ondan çəkinsin. Əgər bir insan çəkinəcəyin nə olduğunu bilmirsə, necə ondan çəkinə bilər? Və müəllif rahimehullah dəlil olaraq Nisə surəsi 48-ci ayəni gətirmişdir. İnnallah la yaghfiru an yushraka bihi və yaghfiru ma dune zalika limen yasha. Allah Teala özünə şərik qoşanı bağışlamır və bundan aşağı olan günahları isə istədiyinə bağışlayır. Yəni bu da həqiqətən şirkin nə qədər təhlükəli olmasını bilir. Əgər bir insan şirk üzərində ölərsə bağışlanmır. Ama tövbə edərsə, əlbəttə ki, insan dünyada tövbə edərsə, ən böyük günah şirkdirsə, Allah Teala onu da bağışlayır. Yəni burada nəzərdə tutulan tövbə etmədən şirk, böyük şirk üzərində ölərsə bağışlanmır. Və sonra ikinci dəlil isə yəni İbrahim surəsində keçən ayədir. İbrahim Aleyhisselamın duası keçir ki, vacnubni və bəniyyə ən na'budəl asnam. İbrahim surəsi 35-ci ayə. Müəllif rahimehullah deyir ki, Xəlil Aleyhisselam, yəni Allahın xəlili İbrahim Aleyhisselam belə dua etmişdir: məni və zürriyyətimi bütlərə tapınmaqdan qoru. Yəni İbrahim Aleyhisselam Rahmənin xəlilidir. Yəni xəlil Həbibdən daha üstündür. Yəni xullə məhəbbətdən daha üstündür. Yəni Allah Teala qullarından yalnız İbrahimlə Muhammed sallallahu aleyhi və səlləmi xəlil tutmuşdur. İbrahim Aleyhisselamla Muhammed sallallahu aleyhi və səlləmi xəlil tutmuşdur. Və bunların ikisi də İbrahim Aleyhisselamla Muhammed sallallahu aleyhi və səlləm Allah Teala'nın seçdiyi qullardandır. Hədisdə də gəlir ki, İnnallah ettəxədəni xalilə kəməttəxədə İbrahimə xalilə. Yəni Allah Teala İbrahim Aleyhisselamı xəlil tutduğu kimi, seçdiyi kimi, məni də özünə xəlil tutmuşdur, seçmişdir. Demək, İbrahim Aleyhisselamın məqamını xatırlayaq. Yəni o Rəhmənin xəlilidir, hansı ki bütləri özü sındırmışdır öz əli ilə və qövmünə qarşı çıxmışdır və şirkə görə onlara qarşı çıxmış. Necə ki Allah Teala buyurur: "Qad kanat lakum uswatun hasanatun fi İbrahim vellezina ma'ahu iz qalu liqawmihim inna bura'a'u minkum ve mimma ta'budun min dunillahi kafarna bikum ve bada beynana ve beynakumul adawatu vel baghda'u abadan hatta tu'minu billahi vahde." Artıq İbrahim Aleyhisselam və onunla bərabər olanlarda sizin üçün bir nümunə vardır. O vaxt ki onlar öz qövmlərinə dedilər ki, biz sizdən uzağıq və sizin ibadət etdiklərinizdən, Allahdan qeyri ibadət etdiklərinizdən uzağıq. Və biz sizin və sizin ibadət etdiklərinizə küfr edir, inkar edir və bizimlə sizin aranızda ədavət və düşmənçilik yaranmışdır, tək olan Allaha iman gətirənədək.
Yəni İbrahim Aleyhisselamın dərəcələri, məqamı olduqca üstündür. Allah Teala onu vəsf edərək buyurur ki: "İnne İbrahimə kâne ummeten qâniten lillahi hanife ve lem yekun minel müşrikin." Yəni İbrahim Aleyhisselam Allah'a müti olan, ibadətdə davamlı olan, itaətdə davamlı olan bir ümmət idi, bir imam idi. Hanifen, hanif bir imam idi. Yəni batildən haqqa yönələn və lem yekun minel müşrikin, heç vaxt müşriklərdən olmamışdır. Və həmçinin duasında da deyir ki: "Vəcnubni və beniyə en na'budal asnam." Məni və zürriyyətimi bütlərə tapınmaqdan qoru. Yəni Allah Teala'dan istəyir ki, bütlərə ibadətdən özünü və evladlarını qorusun, zürriyyətini qorusun. Və özündən sonra gələn də onun evladları peyğəmbərlər olub və Allah Teala'ya dua edir ki, onun özünü də evladlarını da bütlərə tapınmaqdan qorusun. Və budur da İbrahim Teymi rahimehullah, sələflərin alimlərindən biri bu ayəni oxuyur və bundan sonra əzəmətli bir söz söylüyor və deyir ki: "Mən yə'menul bəla ba'de İbrahim." Yəni İbrahim Aleyhisselamdan sonra kim bəlaya özünə əmin ola bilər? Əgər İbrahim Aleyhisselam duasında deyirsə ki: "Vəcnubni və beniyə en na'budal asnam." Məni və zürriyyətimi bütlərə tapınmaqdan qoru deyərək dua edirsə, əgər İbrahim Aleyhisselam qorxur, narahat olursa, ondan sonra deyir, kim əmin ola bilər? Həm özünə, həm ailəsinə, həm də evladlarına kim əmin ola bilər, arxayın ola bilər? Yəni baxmayaraq ki, bəzi insanlar həlak edici şübhələr səbəbilə və yaxud batil çağırışlar səbəbilə yəni elə etiqad edir ki, yəni şirk olmayacaq, baş verməyəcək və bəzi hədisləri düzgün olmayaraq dəlil gətirir və həmçinin düzgün başa düşmür, düzgün yönətmirlər. Necə ki, hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki: "İnnə şeytanə qad əyyisə ən ya'budəhul musallunə fi cəzirətil Arab." Yəni şeytan Ərəb yarımadasında namaz qılanların onlara ibadət etməsindən ümidini üzmüşdür. Yəni bu şeytanın zənni idi. Və buna əsas gətirə deyirlər ki, yəni artıq şirk olmayacaq. Yəni ümidini üzübsə bu olmayacaq. Amma alimlər cavabında deyir ki, yəni bu sadəcə şeytanın zənni idi və görəndə ki, insanlar dəstə-dəstə İslam'a girdilər, necə ki Nasr surəsində gəlir: "İdə cəə nasrullahi vəl fəth." Yəni Nasr, Allahın yardımı, fəth, zəfər gəldiyi zaman وَرَأَيْتَ النَّاسَ يَدْخُلُونَ فِي دِينِ اللّٰهِ أَفْوَاجًا. Sən insanları dəstə-dəstə İslam'a girdiyini görəcəksən. Yəni şeytan da, iblis də görəndə ki, insanlar dəstə-dəstə İslam'a girir, yəni ümidini üzmüşdür. Yəni bu sadəcə şeytanın yəni zənni idi. Amma başqa hədislər də var ki, şirkin baş verəcəyi haqqında. Yəni bəziləri bunu gətirib deyirlər ki, artıq şirk olmayacaq, şirk baş verməyəcək. Və bununla da nədir? Qəlbindən o qorxunu çıxardır. Qəlbindən şirkdən qorxmağı, narahatçılığı çıxardır və bu da özü-özlüyündə bir müsibətdir. Halbuki Peyğəmbər sallallahu aleyhi və səlləm başqa bir hədisində buyurur ki: "La taqumus sa'atu hatta telhaqa qabail min ummati bil müşrikin və hatta ta'buda qabail min ummati el-awthan." Ümmətimdən qəbilələr, bəzi qəbilələr müşriklərə qoşulmayınca qiyamət qopmayacaqdır. Və bəzi qəbilələr ümmətimdən bütlərə ibadət etmədikcə qiyamət qopmayacaqdır. Yəni bütlərə ibadət etməsi haqqında Peyğəmbər sallallahu aleyhi və səlləm xəbər vermişdir. Həmçinin digər hədisində də buyurur ki: "Təttəbi'unə sənənə mən kənə qabləkum şibran bi şibrin zira'an bi zira' hatta law dakhalu juhra dabbin la dakhaltumuh." Yəni siz sizdən əvvəlkilərin yoluna tabe olacaqsınız, qarış-qarış, dirsək və hətta onlar kərtənkələnin yuvasına girdilərsə siz də daxil olacaqsınız. Yəni bütün bunlar hamısı onu gərəkdirir ki, insan şirkdən qorxmalıdır. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm xəbər vermişdir ki, yəni bu işlər baş verəcəkdir. Yəni hətta insanlar Yahudi və Xristiyanlara tabe olacaqlar. Yəni fakt elədir. Görsən onlar gündə bir şey çıxardır, küfrü əməllər ona tabe olurlar və yaxud da müəyyən modalar çıxardır və insanlar da ardınca gedirlər. Və bundan sonra da insanların halına baxdığımız zaman artıq da bu müşahidə olunan bir şeydir və həmçinin şirk baxımından da insanlar yəni qəbirlərə gedir, qübbələrin yanına gedir və orada nəzirlər edirlər, qurbanlar kəsirlər və qəbir əhlinə
qəbirdə olanlara sığınır, onlardan yardım istəyirlər. Hətta bəziləri vardır ki, qəbrin yanında, o təzim etdiyi kimsənin yanında elə müthiş şəkildə olur ki, halbuki o namazda Allahın qarşısında durduğu zaman, yəni belə bir hal almır. Və burada dəlil olan odur ki, budur, həniflərin imamı olan İbrahim Xalilullah aleyhisselam dua edərək deyir ki, vacnubni və bəni yəni abudal aslan, məni və zürriyyətimi bütlərə tapınmaqdan qoru. Yəni vacnubni sözün mənası, yəni məni uzaq bir tərəfdə et, evladlarım həmçinin başqa bir tərəfdə və şirk isə, bütlər isə başqa bir tərəfdə. Və bu da özü dəlalət edir ki, şirkdən qorxmağa dəlalət edir. Yəni kim şirkdən qorxarsa, dua edəcəkdir ki, Allah Teala onu uzaq tutsun. Deməli, şirkdən qorxmağın göstəricisi odur ki, insan dua etməlidir. Dua etməlidir ki, Allah Teala onu şirkdən uzaq tutsun, şirkdən qorusun. Və buna görə də bizim bu duanı etməyə nə qədər ehtiyacımız var. Allahümme ecnubni və bəni yəni abudal asnam. Allahım məni və zürriyyətimi bütlərə tapınmaqdan qoru. Sonra İbrahim Aleyhisselam duasında deyir ki, Rabbi innehunne adlalne kethiran minen nas. Ey Rabbim, həqiqətən onlar, yəni o bütlər çox insanları azdırmışdır. Yəni insanların çoxu bütlər vasitəsilə necə azır? Və bəzən görürsən bu insanın sağlamlığı ilə bağlı bir məsələdən, yəni şeytan insanı yönəldir və yaxud da dünya malı ilə bağlı olan məsələ ilə insanı, yəni şirkə, yəni bütlərə yönəldir. Çox vaxt bu iki tərəfdən, sağlamlıq və mal dövlət baxımından bu şirklər hasil olur. Məsələn, bir insan xəstəlikdən əziyyət çəkir və sonra ona filan kəsin, yəni qübbəsini və yaxud da qəbrini göstərirlər və ora get filan şey elə və o da gedir, edir. Sonra Allahın istəyi ilə o xəstəlikdən şəfa tapır. Və bu da onun üçün bir istidracdır. Yəni tədricən əzaba sürüklənməsi üçündür. Yəni qəbrə gedir, amma şəfa verən Allah Teala'dır və ona da elə gəlir ki, onun qəbrə getdiyinə görə şəfa tapmışdır. Və sonra insanlar da danışırlar ki, filan kəsdə xəstə var idi, filan xəstəlik var idi və getdi filan qəbrin yanında səcdə etdi və onun torpağından yedi və onun üçün qurban kəsdi və sonra da şəfa tapdı. Yəni hətta şəfa tapsa belə bu demək deyil ki, onun etdiyi əməl doğrudur. Heç vaxt. Heç vaxt yəni nəticə ilə əməlin doğruluğuna dəlil gətirilə bilməz. Əməlin doğruluğuna dəlil o əməlin Peyğəmbər sallallahu aleyhi və səlləmin yoluna, hədinə müvafiq olması ilə dəlil gətirilə bilər. Ona görə elə bir ki, bu məqam hansı məqamdır? İstidrac məqamıdır. Yəni insan özü də bilmədən onun əzaba sürüklənməsi. Çünki Allah Teala buyurur, Qələm surəsi 44-cü ayədə fəsənəstədricuhum min haythu la ya'lamun. Onlar bilmədiyi yerdən biz onları əzaba sürükləyəcəyik. Yəni səbəb də insan, hər şey var Quranda, sünnədə var. Bütün bunlarla yanaşı insan yəni belə bir şeylərə inanırsa, deməli bu yəni onun həlak olması onun özünün tərəfindəndir. Bəzi insanlar və bir çoxları yəni bu tərəfdən azır və belə bir yəni zəlalətləri də hətta reklam edirlər və deyirlər ki, bu filan kəsin qəbri onu təcrübədən keçirənlərin bir tiryəkidir. Yəni kim onun torpağını, qəbrinin torpağını yoxlayarsa, onun qiymətini və təsirini bilər. Yəni belə bir sözlər də yəni avam sıravi insanlar arasında da keçərli olur, zəlaləti düşməsinə səbəb olur. Yəni belə bir şeylər onlara sirayət edir. Və bu iki ayə gətir müəllif rahimehullah, sonra hədislər gətir. Hədislərdən birinci Əxvafu mə əxafu aleykum əşşirkul əsğar fəsuil an fəqalə ər-riya. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, sizin üçün ən çox qorxduğum kiçik şirkdir. Və bu barədə soruşulanda deyir ki, riyadır. Riyadır. Deməli, müəllif rahimehullah sonra İmam Əhmədin müsnədində keçən bu hədisi gətirir. Peyğəmbər sallallahu aleyhi və səlləm bu hədisdə kimə xitab edir? Sahabələrə. Sahabələr hansılar ki, Allah Teala onlardan razı qalmışdır. Allah Teala Peyğəmbər sallallahu aleyhi və səlləm görmək hörmətini, nimətini onlara bəxş etmişdir. Və onlar dini ondan Peyğəmbər sallallahu aleyhi və səlləmdən götürmüşlər. Və bununla yanaşı Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, Əxvafu mə əxafu aleykum əşşirkul əsğar. Sizin üçün ən çox qorxduğum kiçik şirkdir. Sizin üçün ən çox qorxduğum kiçik şirkdir. Əgər Peyğəmbər sallallahu aleyhi və səlləm onlar üçün kiçik şirkdən qorxubsa,
onda başqaları necə? Hansı ki, nə elmdə, nə fəzilətdə, nə də ibadətdə, nə də dindarlıqda, yəni onlardan sonra gələn çata bilməz. Onlar üçün qorxu daha böyükdür. Yəni bizim üçün daha böyükdür. Əgər Peyğəmbər sallallahu aleyhi və səlləm ümmətin ən xeyirliləri, ən seçilmişləri üçün qorxubsa kiçik şirkdən, hansı ki o riyadır, yəni onların belə deyək, tozuna çatmayanlar elmdə, fəhimdə, ibadətdə necə onlar üçün belə bir qorxu olmasın? Və Peyğəmbər sallallahu aleyhi və səlləm deməli ümməti üçün şirkdən qorxmuşdur. Əxvaf mə əxafu aleykum əşşirkul əsğar. Sizin üçün ən çox qorxduğum kiçik şirkdir. Yəni və bu barədə soruşulanda demişdir ki, riyadır. Və bu sadəcə misalla olan bir cavabdır. Yəni kiçik şirkə başqa şeylər də daxildir və onlardan biri də riyadır. Onun növlərindən birini Peyğəmbər sallallahu aleyhi və səlləm yəni misal olaraq gətirmişdir. Və burada da riya deyildiyi zaman, yəni onun yüngül olanı, riyanın çox olanı yox. Əgər çox olarsa, insan bütün əməllərində artıq riya olarsa, o kiçik şirk olmur, əksinə böyük olur. Artıq münafiqlik olur. Yəni mömində də bəzən ola bilər yüngül riyanın olması, amma davamlı insanda riyakarlıq olarsa, o heç vaxt mömin ola bilməz. Yəni insan bütün əməllərini insanlara görüş üçün etsin, göstərmək üçün, tərifləsinlər deyə etsin, yəni bu mömində ola bilməz. Əgər bütün əməllərində varsa, artıq bu münafiq sayılır. Çünki xalis riya kiçik şirk yox, böyük şirk sayılır və insanı dindən çıxardır və bu da münafiqlərin riyasıdır və münafiqlər də cəhənnəmin ən alt təbəqəsində olacaqlar. Lakin bu hədisdə nəzərdə tutulan sizin üçün ən çox qorxduğum kiçik şirkdir və soruşulanda ki, kiçik şirk nədir və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur ki, o da riyadır. Yəni yəsirur riya, yəni riyanın azıdır. Və həmçinin bu hədisin ardında gəlmişdir ki, Allah Teala o riyakarlara deyəcəkdir ki, əməl edənlərin əməlinin savabını verdikdən sonra qiyamət günü insanlar görsün deyə, tərifləsin deyə əməl edənlərə belə deyəcəkdir. İzhəbu ilə mən kuntum turaunəhum fid-dunya həl təcidunə indəhum cəzə. Siz gedin, yəni o kəslərin yanına ki, dünyada ikən, yəni onlar üçün əməl edindiniz, onlar görsün deyə, onlara göstərmək üçün əməl edirdiniz. Gedin, baxın, onların yanında bir əcr, savab, mükafat tapırsınızmı? Peyğəmbərimiz sallallahu aleyhi və səlləm ümməti üçün şirkdən qorxmuşdur və hətta demişdir ki, əxvafu mə əxafu aleykum. Yəni sizin üçün ən çox qorxduğum əşşirkul asğar, kiçik şirkdir. Və suilə anhu və qalə riya və bu barədə soruşulanda demişdir ki, bu da riyadır. Əgər Peyğəmbər sallallahu aleyhi və səlləm, yəni sahabələr üçün riyakarlıqdan, kiçik şirkdən qorxubsa, elmdə, ibadətdə onlara yaxın gəlməyən bir kimsələr üçün qorxu nədir? Daha şiddətlidir. Bundan da daha böyüyündən qorxula bilər. Yəni əgər kiçik şirk barəsində qorxulubsa, böyük şirk də yəni sonra gələnlər üçün, bizim üçün də yəni bu qorxuludur, daha qorxuludur və bu da onu bildirir ki, insan gərək şirkdən qorxsun, şirkdən çəkinsin. Və növbəti hədis isə İbn Məsud radiyallahu anhudan gəlir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, mən mətə və huvə yəd'u min dunillahi niddən və huvə yəd'u lillahi niddən dəxələn nar. Əgər bir kimsə Allaha oxşar, bənzər, şərik qoşaraq, çağıraraq ölərsə, yəni bu əməl üzərində ölərsə, cəhənnəmə girər. Müəllif rahimehullah İbn Məsud radiyallahu anh hədisini gətirir və burada keçir ki, mən mətə və huvə yəd'u min dunillahi niddən dəxələn. Kim Allahdan başqasını Allaha ortaq tutaraq, ibadət edərək və dua edərək ölərsə, bu əməl üzərində ölərsə, cəhənnəmə girər. Və bu da həmçinin insanın şirkdən şiddətli şəkildə qorxmasını gərəkdirir. Və bu dəlalət edir ki, cəhənnəm odu müşrikə daha yaxındır, olduqca yaxındır. Yəni onunla cəhənnəm arasında yalnız ölüm durur. Öldüsə cəhənnəmə girəcəkdir. Və buyurur ki, mən mətə və huvə yəd'u min dunillahi niddən dəxələnlər. Yəni kim Allahdan başqasını Allaha ortaq qoşaraq, dua edərək, ibadət edərək ona, ortağa ibadət edərək ölərsə, cəhənnəmə girər. Deməli, bu da onu bildirir ki, cəhənnəm müşrikə daha yaxındır.
Və bu hədis də həmçinin la ilahə illallah kəlməsinin izahıdır, təfsiridir. Və la ilahə illallah da ibadəti hamısını təmiz şəkildə Allaha yönəltməklə olur. Və onlardan biri də ibadət duadır. Və dua da Allah Teala'nın haqqıdır. Yəni Allahdan qeyrisini çağıran Allaha şərik qoşmuşdur və cəhənnəm əhlindən olur. Yəni bu barədə çoxlu ayələr var. Allah Teala buyurur: "O men azallu mimmen yed'u min dunillahi. Men la yestecibu lehu ila yevmil kıyame ve hum an duaihim gafilun." Allah'tan başkasını çağırandan daha zəlalətdə olan kim ola bilər? Hansı ki qiyamət gününə qədər ona cavab verə bilmir. Yəni insanlar ölülər çağırır, ölü cavab verə bilmir. Allah Teala deyir ki, belələrini çağırandan daha zəlalətdə olan kim ola bilər? وَهُمْ عَنْ دُعَائِهِمْ غَافِلُونَ Onlar, o çağrılanlar, çağıranların çağrışından, duasından gafildirlər. وَإِذَا حُشِرَ النَّاسُ كَانُوا لَهُمْ أَعْدَاءً İnsanlar həşr olunduğu zaman onlar, o çağıranların, dua edenlerin düşməni olacaqlar. وَكَانُوا بِعِبَادَتِهِمْ كَافِرِينَ Onların ibadətlərini də inkar edəcəklər. Ve həmçinin Allah Teala Mü'minun surəsində buyurur: "O men yed'u ma'allahi ilahen ahar." Kim Allahla yanaşı başka ilahı çağırarsa, la burhane lehu bi hiçbir delil olmayan, fe innema hisabu inda rabbi. Onun hesabı Rabbi katındadır. İnnehu la yuflihul kafirun. Kafirler nicat tapmazlar. Ve həmçinin başka ayelerde var. Allah Teala buyurur: قُلِ ادْعُوا الَّذِينَ زَعَمْتُمْ مِنْ دُونِ اللّٰهِ لَا يَمْلِكُونَ مِثْقَالَ ذَرَّةٍ فِي السَّمَاوَاتِ وَلَا فِي الْأَرْضِ De ki, sizin Allah'tan gayri iddia ettiklerinizi çağırın. Onlar göylerde ve yerde zerre kadar bir şeye sahip değiller. وَمَا لَهُمْ ف۪يهِمَا مِنْ شِرْكٍ Ve onların göylerde ve yerde hiçbir şerikliği de yoktur. وَمَا لَهُ مِنْهُمْ مِنْ ظَهِرٍ Ve Allah Teala'nın onlardan yardımcısı da yoktur. Yani bütün bu Kur'an ayələri oldukça çoxdur. Bu bölmə dəlalət edir. Kim Allah'tan qeyrisini ortaq tutaraq çağırarsa, ona dua edərsə, ibadət edərsə cəhənnəmə girər. Burada niddən, yəni ortaq, bənzər, oxşar, fərqi yoxdur. İstəyir o büt olsun, insan olsun, evliya olsun, ağac olsun. Bunlar hamısı bu nid sözünə daxildir. Dua özü ibadətdir və dua Allah'tan başqasına yönəldilməz. Və kim duasında mədəd ya filan kəs deyərsə, ey filan kəs mədəd, yəni yardım istəyərsə, evliyalardan birini xitab edərsə və yaxud da mələklərdən birinə və yaxud salihlərdən birinə və yaxud Allah'tan başqasını Allaha ortaq tutarsa, o bu vəid əhlindən, bu təhdid əhlindən olar. Mən mətə və huvə yəd'u min dunillahi niddən dəxələnnar. Yəni kim Allah'tan başqasını ortaq tutaraq onu çağırarsa və bunun üzərində ölərsə cəhənnəmə daxil olar. Və bu hədisdə həmçinin yenə şirkdən qorxmağa dəlalət edir. Yəni cəhənnəm odu, cəhənnəm müşrikə çox yaxındır və onunla cəhənnəmə girmək arasında yalnız ölüm qalmışdır. Öldüsə, yəni o insan cəhənnəmə girəcəkdir. Sonra bir hədis qalır və məsələlər qalır. Hələlik bununla kifayətlənir və suallar varsa